nümunəyə baxırıq. Gözlər. Nələr sualına cavab verir əgər isimdirsə bu? Tutaq ki, deyirik qara gözlər. Nələr? Deməli, bu isimdirsə, bu ancaq bir qrammatik şəkilçidir və burada araşdırmağa ehtiyac yoxdur heç nəyi. Amma nə edər sualına cavab verirsə, onda biz birinci ləni araşdıracağıq. Lə burada şəkilçi kimi ayrılır, yoxsa yox? Göz sözündən gözlə düzəlir. Bəli, göz, gözləmək, gözlə gözləyirik. Deməli, lə burada şəkilçidir və lə şəkilçidirsə artıq kənarda r qaldı. Onda bu nə edər sualına diqqətli oluruq. Ər hissəsi deməli qoşulub suala və ər hissəsindən burada ancaq r var. Deməli r olacaq qrammatik şəkilçi, ondan əvvəlki lə isə olacaq leksik şəkilçi və deməli feilin tərkibindəki lar ünsürü iki şəkilçidən ibarətdir. Leksik və qrammatik şəkilçidir. Saxlaram sözünə baxırıq. Saxlaram sözündə yenə nə edər sualına cavab verir və yenə biz birinci lanı araşdırırıq. La şəkilçi kimi ayrılır ya yox. Sax məna verməyəcək. Ona görə saxla bütövlükdə sözün köküdür və burada artıq leksik şəkilçi yoxdur. Yalnız qrammatik şəkilçi var. Deməli, burada lar ünsürü də yoxdur və bu söz ancaq kök və qrammatik şəkilçidən ibarətdir.